Eren-Mik test toplusundan ədəd bölməsinə aid sualların izahı. 6-cı sual. Uyğunluğu müəyyən edin. Bizə bircə xal lazımdır. Elə ki, xalı qazandı, qalib olacaq. Burada bircədəki C ədəddir. Elə ki də bütöv formada ədəd kimi çıxış edibdir burada. Deyək ki, cümlədə 3 ədəd var. Yanlışdır. 2 dənə ədəd var. B variantında düz qapının ağzında maşın saxlayıb bilmirik. Daha hansı yola onu razı salaq. Deməli, burada deyib bir ədəd var, amma 2 dənə ədəd var. Düz bir də dahadır. Bu variantda çıxırıq. Oranı, yəni Bakını heç gəzmək istəmirsən. Yəni, burada aydınlaşma bağlayıcısıdır. Bakını heç gəzmək istəmirsən. Bir dənə ədədimiz var. Burada da 2 dənə ədədimiz var. Yanlış fikirdir. Yəni, burada bağlayıcı rolunda çıxış edibdir. Ədəd rolunda çıxış eləmibdir. Sonra gör hansı mərtəbədə qalırsa, lap evinə gedək çağıraq. 2 ədəd var deyir. Gör hansı mərtəbədə qalırsa, sağ burada şərkət etsi. Qalır. İstənin qısaltma forması daha doğrusu. Lap evinə gedək. Lap burada ədəddir. Gör bir də lap evinə gedək. 2 ədəd var. Cavabımız elə. D variantı. Bax bir fikir min borcu ödəməz. Bax burada ədəddir. Amma deyək ki, cümlədə ədəd yoxdur. Bu da yanlışdır. Cavabımız oldu D variantı. Sonra 7-ci sual. Hansı mürəkkəb cümlədə ədəd bağlayıcı vasitə deyil? Gəldimmi? Ədəd də burada m-ları bizə təqdim edibdir. M nə zaman bağlayıcı vasitə olur? Səhvlərimizə bundan əvvəl 3-cü sual ya 4-cü suala dedim. Sanla əvəz edəndə onu bağlayıcı vasitə kimi çıxış edir. Gəldimi bayram olacaq. Gəldisə bayram olacaq. Burada əvəz elə deməli bağlayıcı vasitə kimi çıxış edib. Yatdımı baş ağrısı kəsir. Yatdısa baş ağrısı kəsirəcək. Deyə bildik. Gördümü səni də danlayacaq. Gördüsə səni də danlayacaq. Anlayırsanmı? Anlayırsansa hamı niyə buradadır? Anlayırsansa hamı burada sanı əvəz elədik. Məna çatışmazlığı yarandı. Bu baxımdan elə cavabımız D variantı. Yol qısaldısa sevinəcəyəm. Sanı əvəz elədik. Normal cümlə kimi qaldı. Bu baxımdan cavabımız oldu D variantı. Hansı fikir cədvəlin sol xanasından sağ xanasına keçirilməlidir? Yəni, sol xanasında verilən fikirlər doğrudur, amma biz bunu sağ xanaya keçirsək, fikirlərimiz yanlış olacaq. Gərək sözü ki, ədatı ilə işlənərsə, ədat yox, modal söz olacaq. Bu doğrudur, bunu keçirməyə ehtiyac yoxdur. Nə ki, gətirmişdi, onu da aparıcı cümləsində ədat vardır. Bəli, nə ki, burada onu da bağlayıcıdır ki, orada ədatdır. Necə tay tutum hər böyütü zibaya sən cümləsində ədəd yoxdur. Necə tay tutum? Bəli. Necə burada sual əvəzidir. Digərlərində ədəd deyil. Bu da doğrudur. Tək o idi məni döyüşdən döyüşə aparan. Yalnızca o idi. Cümləsində ədəd var. Çəkilib şüşə barı. Gəl gəzək qoşa barı. Şüşə barı burada barı divar mənasındadır. Buradakı da barı arzudatdır. Misraların hər ikisində ədəd vardır. Hər ikisində yox. Ancaq birində var. Bunda yoxdur. Burada var, burada yoxdur. Bu yanlış fikirdir. Yəni yanlış fikri buradan bu xanaya keçirməliyik ki, yanlış fikir buradadır, doğru fikir buradadır. Sonra növbəti sual, 9-cu sual. Altından xətt çəkilən hissənin ədəd olmadığı nümunəni seçin. Kənddən çıxmışdı ki, niyə geri qayıdıb? Kənddən deməli ədəd olmadığı nümunəni seçin deyir. Buradakı ədəddir. Niyə? Çünki əgər ki ədəd olmasa bağlayıcı rolunda çıxış eləməlidir. Bağlayıcı rolunda çıxış eləsə nəyisə bağlamalıdır. Burada heç bir cümləni bağlamayıbdır və əgər ki bağlayıcı olsa orada biz növbəti cümlə gözlənilir. Kənddən çıxmışdı ki. Burada belə yekunlaşdıra bildik, amma bağlayıcı ona ardı gözlənilir və cümlədən də bunu çıxarda bildik. Yəni, heç də mən bu bağlayıcı bölməsinə qeyd eləmişdim. Heç də hər
2-dən sonra gələn vergül aldanıb biz Ç-nı bağlayıcı götürmürük. Bircə məni də ora dəvət etsək idilər. Burada arzudatıdır. Ədətimiz deyir, ədət olmadığı cümlə, amma burada da ədət var, burada da ədət var. Sən nə üçün gəlmisən? Aha, burada mı işlənibdir. Mı sual ədəti kimi bizim nəzərimizə, diqqətimizi çəkir və bununla bizi çaşdırmaq istəyir. Amma burada mı ədət deyil. Niyə? Çünki bu ədət bu formada artırılmır, mı ədəti və burada mışdır həm də. Mış gəlmişsən, sən nə üçün gəlmişsən? Mış şəkilçisidir. Mış şəkilçisi şığısını itiribdir. Sadəcə mı formasında qarşımıza çıxdı. Yəni burada ədət yoxdur. Görün hansı evdə bayramdır. Görün burada ədətdir, əmr ədətdir. Oğul, tək ki qalib sən olasan. Arzu ədəti işlənibdir. Burada da cavabımız oldu C variantı. Sonra 10-cu sual. Uyğunluğu müəyyən edin. Nümunədə dəqiqləşdirici ədət var. Cümlədə qüvvətləndirici ədət var. Dəqiqləş, bu şəhərdə elə dünəndən tikinti işləri dayandırılıb. Burada elə əsilməz dəqiqləşdirici ədətlərdir və elə burada ədət kimi çıxış edibdir. Rasim belə ağzını açıb nəsə demədi. Belə deyək, dəqiqləşdirici ədətimiz yoxdur, qüvvətləndirici ədətdir. Sən də əsl şair dostlarını unudursan. Əsl şair hansı şair? Burada nədir? Sifətdir. Sonra burada da qüvvətləndirici ədət axtarmalıyıq. Dünya sənin gülüşündə gizlənib. Ha, gizlənməkdən ıb zaman şəkli niyə təhlil edirəm? Çünki ha feilin əmr şəklinə qoşulanda əmr ədəti olur. Digər şəkillərinə qoşulanda qüvvətləndirici ədəti olur. Burada da zaman şəkilçisi var. Deməli, xəbər şəklindədir və ha əmr ədətidir. Daha doğrusu qüvvətləndirici ədətdir, əmr ədəti deyil. İndi nə fikirləşir ki? Ki burada sual ədətidir. Və bizə deyir ki, qüvvətləndirici ədətdir. Xeyr, qüvvətləndirici ədət deyil. Deməli, uyğunluğu müəyyən edin deyəndə dəqiqləşdirici ədədlərin içindən eləni götürdük, 1-i götürdük. Qüvvətləndirici ədədlərin içindən 4-ü götürdük. 1, 4 cavabımız B variantı.